Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın paytaxtında 12-ci Qlobal Bakı forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, parlamentarları, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Bu ilki forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir. Dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi. Bu barədə öz fikirlərini politoloq Xəyal Bəşirov iki sahəli açıqlamasında bildirdi. 13 mart tarixində Bakıda 12-ci Qlobal Bakı forumu öz işinə başladı. Dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi adı ilə təşkil olunan bu tədbir artıq sadəcə 12-ci qlobal forumdur ki, 2013-cü ildən başlayaraq Bakıda müntəzəm şəkildə keçirilir və ilk öncə bu tədbirin mahiyyəti ilə bağlı məqamlara toxunsaq daha yaxşı olar. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Azərbaycan Prezidentinin himayəsi ilə hər il Bakı şəhərində keçirilən bu qlobal forum artıq dünyada analoji forumlarla rəqabətə çıxa biləcək səviyyədədir. Həm nüfuzuna görə, həm ona olan diqqətinə görə, eyni zamanda həmin o tədbirdə iştirak edən qonaqların statusuna görə. Baxın, dünyada müxtəlif bu şəkildə forumlar keçirilir. Bu forumların bəziləri ayrı-ayrı konkret mövzulara, istiqamətlərə, bəziləri isə universal olaraq dünyada mövcud olan problemlərə həsr olunur. Valday Diskusiya klubunu götürək, məsələn, bu hər il Rusiyada keçirilən bir tədbirdir. Eyni zamanda Münhen Təhlükəsizlik Konfransı, hansı ki, müntəzəm şəkildə hər il Almaniyada keçirilən bu tədbir dünyada təhlükəsizlik məsələləri ilə bağlı məsələlərin deməli müzakirəsinə həsr olunur. Eyni zamanda Davos İqtisadi Forumu və çoxlu sayda belə mötəbər tədbirlər var ki, Bakı Qlobal Forumu da artıq həmin o tədbirlərin səviyyəsinə yüksələn bir platformadır. Dünyada mövcud olan problemlərin qlobal səviyyədə məsələlərin müzakirəsi ilə bağlı çox əhəmiyyətli bir platforma rolunu alıb. Və düşünürəm ki, Prezident İlham Əliyevin də həmin o tədbirdə iştirak etməsi, bugün Cənubi Qafqaz regionunda baş verən proseslər, o cümlədən də elə həmin o forumun adına uyğun şəkildə yeni dünya düzəninin formalaşdırdığı məqamda bu prosesdə regionumuzun iştirakı və yaxud həmin o prosesin regionumuza göstərə biləcəyi təsirlərlə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyinin qonaqların və dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından çox önəmli bir hadisə oldu. Ölkə başçısı ənənəvi olaraq həmin o tədbirdə Azərbaycanın son zamanlar atdığı önəmli addımlarla bağlı bir daha diqqətə çatdırmış oldu ki, Azərbaycan həmin o addımlarını hansı məqsədlə atır və eyni zamanda Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin təmin olunması üçün Azərbaycanın prinsipial mövqeyi və qətiyyəti yerində durur. Ölkə başçısı Azərbaycanın enerji ixracı ilə bağlı çox mühüm məqamlara toxundu. Azərbaycanın COP29 tədbiri öncəsi Azərbaycana qarşı səfərbər olunan qüvvələrin o dezinformasiya xarakterli siyasətinə qarşı konkret arqumentlərlə çıxış etdi. Azərbaycanın bugün ənənəvi enerji resursları ilə yanaşı həm də alternativ və bərpa olunan enerji resurslarının ixrac etməsi ilə bağlı məqamlara toxundu. Yaşıl enerji ilə bağlı atdığımız addımların bir daha diqqətə çatdırılması mən düşünürəm ki, çox önəmli bir hal oldu. Avropa qitəsinin 10 ölkəsinin, ümumilikdə dünyanın 12 dövlətinin Azərbaycan qazından yararlanması ilə bağlı məsələni diqqətə çatdırmaqla Azərbaycan prezidenti Azərbaycan dövlətinin önəmini diqqətə çatdırmış oldu. Avropada olan anti-Azərbaycan qüvvələrinin atdığı o addımlarla müqayisədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu diqqətə çatdırmaqla bir daha tərəzinin gözünü həmin o qüvvələrin diqqətinə çatdırmaq məqsədini ortaya qoydu. Eyni zamanda prezident uzun müddətdir ki, Azərbaycana qarşı yalan informasiya yaymaqla məşğul olan və erməni diaspora və lobbi təşkilatlarından rüşvət alaraq bu
siyasətlərini davam etdirən, amma ard-arda ifşa olunan bəzi media qurumlarının ayrı-ayrı şəxslərin adlarını çəkdiyi, Amerika Birləşmiş Ştatlarından uzun müddət ərzində, yəni son 4 il ərzində Joseph Bidenin rəhbərliyi altında demokratların yürütdüyü siyasətin təkcə Azərbaycan üçün deyil, eyni zamanda Amerika Birləşmiş Ştatları üçün də çox böyük şansların itirilməsi ilə bağlı məqamı dilə gətirdi və ayrı-ayrı şəxslərin adlarını çəkməklə, məsələn, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antony Blinkenin, Amerika Birləşmiş Ştatlarından olan Adam Schiff'in, Bob Menendez'in, Frank Pelloni'nin və bir sıra digər şəxslərin adlarını hansı ki çəkə bilərdi ölkə başçısı, Avropadan olan bəzi şəxslərin adlarını çəkə bilərdi ki, bunlar Azərbaycan ictimaiyyətinə məlumdurlar. Bunlar həmişə bütün yaradıcılıqlarını, fəaliyyətlərini, həyatlarını erməni diaspora və lobbi təşkilatlarından qanunsuz vəsaitlər, rüşvət almaqla anti-Azərbaycan fəaliyyətini həsr ediblər. Eyni zamanda ölkə başçısı Azərbaycanın bu günə qədər əldə etdiyi uğurlarla bağlı COP29 tədbirinin Azərbaycanda keçirilməsi, bəzi qüvvələrin onu boykot etməsinə rəğmən o tədbirin çox uğurla yekunlaşması, Bakı sıçrayışı ilə bağlı 300 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində hədəfin əldə edilməsi, eyni zamanda COP29 tədbiri ilə yanaşı Azərbaycanın beynəlxalq aləmə, bəşəriyyətə və insanlığa verə biləcəyi töhfələrlə bağlı olan məqamları diqqətə çatdırdı. Qoşulmama hərəkatına rəhbərliyimiz dönəmində bizim atdığımız uğurlu addımları həmin o tədbirdə iştirak edən ayrı-ayrı dövlət və hökumət başçılarının, nüfuzlu şəxslərin, eyni zamanda beynəlxalq ictimaiyyətin bugün diqqətləri və fokusları Bakıda olan həmin o tədbirlə bağlı diqqətləri Azərbaycana yönələn ayrı-ayrı qüvvələrin diqqətinə çatdırmış oldu. Bununla yanaşı ölkə başçısı bugün Azərbaycan dövləti üçün prioritet məsələ kimi Azərbaycan-Ermənistan danışıqları ilə bağlı məqamlara toxundu. Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı yürütdüyü işğalçılıq, təcavüzkar və düşmənçilik siyasəti ilə bağlı məqamları bir daha diqqətə çatdırmış oldu. Çünki ölkə başçısının da vurğuladığı kimi bugün bəzi Avropadan olan qüvvələr Ermənistanı təəssübünü çəkirlər, Ermənistanı sanki sülhpərvər bir dövlət kimi, Cənubi Qafqazda sülh təşəbbüslərini irəli sürən bir dövlət kimi qələmə verməyə çalışırlar. Amma biz bir daha onların diqqətinə çatdırırıq ki, həmin o qüvvələrin də çox gözəl bildikləri hadisələr baş verib. Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı ermənilər çox ağır cinayətlər törədiblər, sülh və insanlıq əleyhinə olan cinayətlər, müharibə cinayətləri, ayrı-ayrı faciələr, Xocalı, Daşaltı, Başlıbel, Ballıqaya, bir sıra sadalaya biləcəyimiz faciələri törədiblər. Azərbaycan vətəndaşlarını körpə demədən, qadın demədən, qoca demədən, hamilə demədən vəhşiliklə öldürüblər, çarmıxa çəkiblər, yandırıblar. Yəni bütün bu məqamları ölkə başçısı düşmənçiliyin təzələnməsi məqsədi ilə deyil, həmin o qüvvələrin Ermənistan haqqında fərqli fikir formalaşdırılmasını ifşa etməklə bağlı məqsədi ilə diqqətə çatdırmış oldu. Buna paralel olaraq ölkə başçısı həm də sülh prosesinə toxundu və bildirdi ki, Ermənistanla bizim danışıqlar prosesində həssas nöqtələrimiz var. Ermənistan konstitusional yanaşmada Azərbaycan ərazi iddialarından əl çəkməlidir. Ermənistan artıq iflasa uğramış, heç bir funksionallığı olmayan ATƏT-in Minsk qrupunu ləğv edilməsi ilə bağlı mövqe sərgiləməlidir. Əks təqdirdə bunu sərgiləməməklə Ermənistan bir daha o düşmənçilik səhifəsini çevirməməkdə israrlı olduğunu nümayiş etdirir. Yəni bunu təhlil etmək üçün, bunu analiz etmək üçün heç bir ciddi düşüncəyə və yaxud məntiqə, sadə belə deyim, məntiqə ehtiyac yoxdur. Çünki Ermənistanın əgər keçmiş o münaqişənin simvoluna çevrilmiş ATƏT-in Minsk qrupuna əl çəkmək niyyəti yoxdursa, Ermənistanın öz ana qanununda və eyni zamanda digər qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddialarından vaz keçmək niyyəti yoxdursa, bu o deməkdir ki, Ermənistan sadəcə sənəddə sülhə nail olmağa cəhd göstərir və bu yolla da hansısa digər maraqlarını, məqsədlərini həyata keçirmək niyyətini ortaya qoyur. Əks təqdirdə Ermənistan əgər sülh istəyirsə, hansı ki kapitulyasiyaya uğramış tərəfdir, Azərbaycan onunla başqa formada da davrana bilərdi ki, davranmadıq biz və eyni zamanda sülh təşəbbüslərini ilk olaraq biz irəli sürdük.
Əgər Ermənistan bunları səmimi dəyərləndirirsə, doğru qiymətləndirirsə, o halda Ermənistan tamamilə fərqli addım atmalı idi. Hələ danışıqlar prosesindən öncə belə ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycandan qabaq mövqe sərgiləməli idi. Eyni zamanda özünün bu 4 ildən artıq bir müddət ərzində konstitusiyasında dəyişikliklər etməklə bağlı addım ata bilərdi. Əslində konstitusiyada preambula hissəsində Ermənistanın müstəqillik haqqında bəyannaməsinə istinad olunur, hansı ki o bəyannamə Ermənistan Ali Soveti tərəfindən o zamanlar indiki o parlamenti əvəz edən o qurum tərəfindən qəbul edilmişdi və mən düşünürəm ki, əslində o sənədə Ermənistan referendum keçirmədən də, konstitusiyaya dəyişikliklər etmədən də o addımı ata bilər. Amma Ermənistan bundan əl çəkmək istəmir. Bizim əsas məqsədimiz o ümumxalq səs verməsinin, referendumun keçirilməsinin əsas məqsədimiz Ermənistan cəmiyyətinin Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə olan münasibətini həm də müəyyən etməkdir. Bax, ona görə biz Ermənistan konstitusiyasının dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səs verməsini keçirməkdə israrımızı davam etdiririk. Bütün bunlarla prezident bir daha beynəlxalq ictimaiyyətin, dünyanın, Ermənistan ictimaiyyətinin də diqqətə çatdırmış olduq ki, Azərbaycanın sülhlə bağlı məqsədlərində, niyyətlərində və prinsipiallığında heç bir dəyişiklik yoxdur. Azərbaycan Cənubi Qafqazda sülhün əldə edilməsində ən çox maraqlı olan tərəfdir, amma bu məsələdə qarşı tərəfində mövqe olmalıdır. Çünki sülh sazişi iki tərəfli qaydada imzalanmalıdır. Ermənistan əgər bu məsələdə üzərinə düşən öhdəlikləri əməl etmirsə, öz vəzifələrini icra etmirsə, o halda sülhü əldə etmək mümkün olmayacaq. Təbii ki, bunun da məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Ümumilikdə mən düşünürəm ki, 3 gün ərzində davam edəcək ki, Bakı Qlobal Forumu növbəti dəfə tarixi bir hadisə kimi yadda qalacaq. Çünki həmin o tədbirdə qlobal səviyyədə mövcud olan bütün mövzulara dair həm də ayrı-ayrı panellər keçiriləcək. Rusiya-Ukrayna müharibəsi, yaxın şərqdə baş verən proseslər, ümumilikdə dünyada ayrı-ayrı məsələlərə münasibətdə yaşıl enerji, ayrı-ayrı enerji məsələləri ilə bağlı problemlərə həsr olunmuş panellər olacaq və bu panellərdə biz həm Azərbaycanın mövqeyini diqqətə çatdırmış olacağıq, həm də eyni zamanda təcrübə bölüşdürülməsi, informasiya mübadiləsi və bir sıra digər məsələlərlə bağlı növbəti addımlarımızı atacağıq. Mən düşünürəm ki, əslində bu forum həm də bu baxımdan çox önəmli bir hadisə kimi yadda qalacaq.